Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 9-cu sinif texnologiya dərsliyinin son mövzusu olan milli xəmir xörəklərinin hazırlanma texnologiyasıdır, qutablar. Bugünkü mövzumuz qutablar haqqındadır, xəmir xörəklər. Azərbaycan mətbəxinin ən məşhur təamlarından biri qutabdır. Azərbaycanın müxtəlif bölgələrində hazırlanan bu xəmir xörəyinə Bakıda qutab deyilir, Şəki-Zaqatala zonasında afar deyilir, Qarabağda kətə deyilir. Bəli, Bakıda qutab, Şəki-Zaqatala zonasında afar, Qarabağda isə buna kətə deyilir. Onların hazırlanma qaydası bir-birindən çox az fərqlənir. Gəlin görək, qutab nədir? Qutab aypara şəklində hazırlanır. Sacda, tavada bişirilir. Bəli, ümumilikdə desək, qutab aypara şəklində hazırlanıb, sacda və tavada bişirilən xəmir məmulatıdır. Qutablar müxtəlif içlikli olub, bişirilmə və süfrəyə verilmə tərzinə görə bir qədər fərqlənir. Bəli, bir-birindən necə fərqlənir? İçliyinə görə, bişirilməsinə görə, süfrəyə verilmə tərzinə görə. İçliyi fərqli olan qutablar, hansı ki içliyi göyərti ilə olan qutablar var, ətlə, içalatla, balqabaqla, göyərti ilə kəsmi, gicitkən olan qutablar, hansı ki hazırlaya bilirik. Bişirilmə tərzi sacda bişirə bilərik, tavada bişirə bilərik, yağda bişirə bilərik, sonradan yağlaya bilərik və yaxud da yağsız. Süfrəyə verilmə tərzinə görə sumaqla süfrəyə verə bilərik, narla verə bilərik, lavaşana ilə. Deməli, ət qutabına hansı resurslar gedir? Qoyun əti, soğan, lavaşana. Lavaşana nədir müəllimlər? Lavaşana turş meyvə və ya gilə meyvə mətindən hazırlanan, xörəklərə əlavə edilən turşu növüdür. Adətən, lavaş şəklində sərilib qurudulur. Dedik ki, lavaşana və yaxud da ki, nar, un, yağ, sumaq, istiot, duz. Gəlin indi görək bunlardan nə qədər bizə lazımdır. Ət lazımdır bizə 400 qram. 400 qram ət, 400 qram un lazımdır. Deməli, 400 qram ət, qoyun əti, 400 qram un. 120 qram ərinmiş yağ lazımdır, 120 qram. Onun yarısı qədər 60 qram lavaşana. 120 qram ərinmiş yağ, 60 qram lavaşana. 2 ədəd soğan, onun yarısı qədər nar. Yəni 1 ədəd orta böyüklükdə nar. Bəli, baxaq müəllimlər, qoyun əti nə qədər oldu? 400 qram. Un nə qədər oldu? 400 qram. Yağ nə qədər oldu? 150 qram. Üzr istəyirəm, 120 qram. Bəs lavaşanı nə qədər oldu? Yağın yarısı qədər, 60 qram. Daha sonra soğan nə qədər oldu? 2 ədəd. Bəs nar nə qədər oldu? Soğanın yarısı qədər. 2 ədəd idi, nar olacaq 1 ədəd. Zövqə görə sumaq, istiot, duz vurduq. Deməli, xəmirimizi mayalı edirik, yoxsa mayasız? Xəmirimiz mayasız olur, müəllimlər. Mayasız bərk xəmir yoğururuq. 1,5 mm qalınlığında yayılıb, kiçik dairələr kəsilir. Deməli, nə qədər yayırıq? 1,5 mm qalınlığında. Ətlə soğandan hazırlanmış içliyə nar və ya lavaşana qatıb, dairələrin içinə qoyulur və aypara şəklində bükülür. Bəli, ətlə soğandan hazırlanmış içliyə nar, lavaşana qatırıq və dairələrin içinə qoyuruq. Üzrlü sayın müəllimlər. Deməli, ətlə soğandan hazırlanmış içliyə nar və ya lavaşana qatdıq. Dairələrin içinə qoyduq.
aypara şəklində bükdük və qutabımız hazır. Növbəti slayda keçməmişdən öncə təkrar eləyək. Görək ki, afar hansı zonada deyirdilər qutaba? Bəli, şəkil Zaqatala zonasında afar deyirdilər. Bəs kətə harda deyirdilər müəllimlər? Qarabağda kətə deyirdilər. Bakıda bəs nə deyirdilər? Bakıda qutab deyirdilər. Eyni ölçüdə olan resurslar hansıları idi? Gəlin baxaq. Eyni resursda olan qoyun əti idi, bir də buğda unu idi. Eyni ölçüdə olan resurslar daha doğrusu. Qoyun əti idi, bir də ki, buğda unu idi. Hər ikisi də 400 qram idi, düzdür? Sonra ərinmiş yağ nə qədər idi? 120 qram. Lavaşana nə qədər idi? 60 qram. Soğan nə qədər götürdük? 2 ədəd soğan götürdük. Nar nə qədər götürdük? 1 ədəd. Bəs nə qədər qalınlıqda yaydıq? 0,5 mm qalınlığında yaydıq. İşin gedişi necə idi? Ətlə soğandan hazırlanmış içliyə nar lavaşanı vurduq. Dairələrin içinə qoyduq. Aypara şəklində bükdük və bişirdik. Növbəti slayda keçək müəllimlər. Gəlin hazırlanma texnologiyasına baxaq. Un, duz və su. Bax, bunların üçünü un, duz və sudan ələ yapışmayan, kifayət qədər elastik olan xəmir yoğururuq. Xəmirimiz necə olur? Elastik. Xəmirimiz mayalı mı olur, mayasız mı olur? Mayasız xəmir olur. Deməli, un, duz və sudan ələ yapışmayan, kifayət qədər elastik olan xəmir yoğururuq. Xəmiri selofan paketin içinə yerləşdirib yarım saatlıq dincəlməyə qoyuruq. Bəli, yarım saat qoyduq, dincəldi. Daha sonra ətlə soğanı birlikdə ət maşınından keçirdik. Zövqə görə lavaşana və yaxud da nar, duz istiot əlavə edirik. Hazırlanmış içliyi bir kənara qoyuruq. Daha sonra hansı ki yarım saat dincəlməyə qoymuşduq xəmiri, o xəmiri götürürük. 70-100 qramlıq kiçik kündələr tuturuq. Kündələrimiz nə qədər olur? 70-100 qramlıq. Kündələr dəsmalın arasına yığılır. Üzəri selofanla örtülür. Xəmirin quruyub qaysaq bağlanmaması üçün üzərini selofanla örtür və yaxud da ki, dəsmalın arasına yığırıq. Kündələr nə qədər özünü tutmalıdır? Kündələr 5-10 dəqiqə, amma xəmir isə yarım saat özünü tutmuş olur. Bir kündəyə nə qədər biz xəmir götürdük müəllimlər? 70-100 qram. Bəli. Bundan sonra taxta lövhə üzərində kündədən diametri 50 sm olan yuxa yayılır. Bəli, 50 sm olan yuxa yayılır. Diametri 19-20 sm olan boş qab götürülür. Boş qabımızın ölçüsü də 19-20 sm olacaq. Və yuxanın üzərinə yerləşdirilir. Dairələr kəsilir. Bəli, 50 sm olan dairədən, yuxadan daha doğrusu 5 bərabər dairə alınır. Bəli, 5 bərabər dairə alınır. Yəni, hər birin 19-20 sm boş qabın ölçüsünə uyğun götürmüş olsaq, bəli, dairələrin kənarları elə yapışdırılır ki, bir dairə də alınsın. Cəmi 6 dairə alınır. Deməli, 50 sm-lik xəmirdir. 19-20 sm olan boş qab götürdük. Boş qabı yuxanın üzərinə yerləşdirdik, dairələri kəsdik. Deməli, bu 50 sm-lik dairədən, yuxadan 5 bərabər dairə ala bilirik. Amma dairələrin kənarlarını elə yapışdırırıq ki, 6 dairə ala bilək. Bəli, cəmi 6 dairə alınır. Dairənin bir hissəsinə içlik yaxılır, üzərinə bir neçə nar dənəsi səpilir. Bəli. Dairələri kəsdikdən sonra dairənin bir hissəsinə içliyi yaxırıq, üzərinə bir neçə nar dənəsi səpirik. Dairənin ikinci yarısı içlik qoyulmuş hissənin üstünə qatlanır, yarım dairə şəklinə salınır. Ovucun içi ilə astaca sıxılaraq havası çıxarılır və kənarları birləşdirilir. Qutablar sacda və quru tavada qızardılır. Hər biri çərək yağı ilə yağlanır və üzərinə sumaq səpilir.
Qutablar süfrəyə isti halda qatıqla verilir. Qatıqla verilir. Bəli, müəllimlər, gəlin növbəti slaydımıza baxaq. Şəkilləri burada yığmışam, sözləri də ayrıca. Mən sözləri oxuduqca şəkillərə uyğunlaşdıra bilərik. Deməli belə. Un, duz və sudan ələ yapışmayan kifayət qədər elastik olan xəmiri yoğururuq. Xəmiri selofan paketin içinə yerləşdirib yarım saat dincə qoyuruq. Gəlin görək bunu hansı şəklə yerləşdirək, hansı şəklə uyğunlaşdıraq. Bəli. Bəli, uyğunlaşdırdıq bura. Daha sonra ət soğanla birlikdə ət çəkən maşınından keçirildi. Bəli, bunu hansı şəklə uyğunlaşdıraq müəllimlər? Videonu dayandırıb tapa bilərsiniz şəkli. Daha sonra xəmirdən kündələr etdik, düzdür? 70-100 qramlıq kiçik kündələr. Bəli, o kündələri dəsmalın arasına yığırıq. Selofanla örtürük, xəmirin quruyub qaysaq bağlamaması üçün. Kündələri nə qədər qoyduq? 5-10 dəqiqə özünə gəlsin deyə qoyduq. Dincə qoyduq. Daha sonra taxta lövhə üzərində kündədən 50 sm olan yuxa açılır, yuxa yayılır. Bəli, yerləşdirəkmi bura? Bəli, yerləşdirək bura. Mən ikinci şəkli müəllimlər düzgün yerləşdirməmişəm. Diqqət eləməmişəm, diqqətlə baxmamışam. İkinci, hansı ki, ət soğanla birlikdə ət maşınından keçirilir. Bax, bunu yerləşdiririk bura. Yəni, əməlli görünür də burada diqqətsizlikdən. Daha sonra diametri 19-20 cm olan boşqab götürürük. Baxın, boşqabımızın ölçüsü 19-20 cm-dir. Boşqab götürürük, yuxanın üzərinə yerləşdiririk. 1, 2, 3, 4, 5. Bunları elə qoyuruq ki, altıncını da ortaya sala bilək. Bəli, bu xəmirdən 5 bərabər dairə alınır. Dairələrin kənarlarını elə yapışdırırıq ki, bir dairə də alınsın bəli ortaya. Cəmi 6 dairə alınsın. Bunu da yerləşdirəkmi bura? Bəli, bu şəklə yerləşdirdik. Daha sonra dairənin bir hissəsinə içlik yaxılır və üzərinə bir neçə nar dənəsi səpilir. Bəli, bunu da yerləşdiririk bura. Zövqə görə lavaşana yaxud nar, duz, istiot əlavə edilir. Hazırlanmış içlik bir kənara qoyulur. Baxın, bu şəklimiz yaddan çıxan şəkillər arasındadır. Hansı ki, buna nar, lavaşana, duz, istiot qatıb qoyduq kənara. Daha sonra dairənin ikinci yarısı içlik qoyulmuş hissənin üstünə qatlanır. Yarım dairə şəklinə salınır. Ovucun içi ilə astaca sıxılaraq havası çıxarılır və kənarları birləşdirilir. Bunu hansı şəklə uyğunlaşdıraq? Bəli. Daha sonra qutablar sacda və quru tavada qızardılır. Bəli, ya sacda, ya da quru tavada qızarda bilərik. Hər biri kərə yağı ilə yağlanır, üzərinə sumaq səpilir. Bəli, hər birini kərə yağı ilə yağladıq, üzərinə sumaq səpdik. Və ən sonuncu qutablar süfrəyə isti halda qatıqla verilir. Bəli, qatıq da yanındadır. İsti halda süfrəyə qatıqla verilir. Deməli, bir də baxaq müəllimlər, çünki ikinci hansı şəkildə mən diqqətsizlik elədim. Bir də baxaq.
Deməli, ilk öncə nə idi müəllimlər? İlk öncə un, duz və sudan, hansı ki, ələ yapışmayan elastik xəmir yoğurduq. Xəmiri salafan paketin içinə yerləşdirdik və nə qədər dincə qoyduq müəllimlər? Yarım saat dincə qoyduq. Növbəti, ətlə soğanı birlikdə maşından keçirtdik. Bəli, maşından keçirtdik. Sonra zövqə görə lavaşanı yaxud nar, duz istiot əlavə edib, hazırlanmış içliyi bir kənara qoyduq. Hazırlanmış içliyi kənara qoyduq. Sonra 70-100 qramlıq kündələr etdik. 5-10 dəqiqə kündələri özünü tutması üçün kənara qoyduq və kündələri dəsmalın arasına və yaxud da ki, selofanla örtdük ki, xəmirin üstü qaysaq bağlamasın. Bəli. Bu da buradadır. Üçüncü addım. Daha sonra taxta lövhə üzərində 50 sm yuxa yaydıq. O yuxaya 19-20 sm olan boş qab götürdük və 5 dairə hansı ki alındı və sonuncu 6-cı dairəni də hansı ki kənarda 5 dairə etmişik, axı 6-cını da ortaya, yəni elə yerləşdiririk ki, 6-cı dairəni də alındırmış olaq. Daha sonra 6-cı nə idi? Dairənin bir hissəsinə içli yaxud üzərinə bir neçə nar dənəsi səpdik. Digər hissəni də onun üzərinə bükdük və ovucumuzun içi ilə astaca sıxırıq, havası çıxarılsın və kənarlarını birləşdiririk. Bəli, kənarlarını birləşdiririk. Kənarlarını birləşdirəndən sonra qutabları sacda və ya quru tavada qızartdıq. Sonra hər bir qutabı çərək yağı ilə yağladıq. Sonra qutabları isti halda qatıqla süfrəyə verdik. Bəli, müəllimlər. Növbəti göyərti qutabının hazırlanmasıdır. Bəli, bu da maraqlıdır. İçli üçün bizə ispanaq lazımdır, turşəngi lazımdır, soğan lazımdır, keşniş, şüyüd, baş soğan, lavaşana, çərək yağı, duz, istiot. Gəlin görək nə qədər bizə ispanaq, nə qədər turşəng lazımdır. 3 dəstə ispanaqdır, 3 dəstə turşəngdir. 1 dəstə göy soğandır, 1 dəstə keşnişdir, 1 dəstə şüyüddür. Hərəsindən 1-1. Deməli, 1 dəstə soğan, keşniş, şüyüd, 2 ədəd baş soğan, 3 dəstə ispanaq və ya turşəng. Yəni, burada qaçdırılacaq bir şey yoxdur. Lavaşana zövqə görə, çərək yağı, istiot, duz. Xəmir üçün bizə 600 qram buğda unu lazım idi, 1 ədəd yumurta lazım idi, 200 qram qatıq lazımdır xəmir üçün. Deməli, un, yumurta, qatıq. Un 600 qram, yumurta 1 ədəd və qatıqdakı 200 qram. Göyərtini təmizləyirik, yuyuruq, doğrayırıq və qızarmış soğanla qarışdırırıq, duz, istiot, lavaşanı əlavə edirik. Una, yumurta, su və duz qatıb bərk xəmir yoğururuq. Bəli, bərk xəmir yoğururuq. Bunu da 0,5 mm qalınlığında yayırıq, dairələri kəsirik, hazırlanmış göyərti içli dairələrin içərisinə qoyuruq, aypara şəklində bükdük. Aypara şəklində büküb, yağsız tavada hər iki üzünü bişiririk. Süfrəyə verdikdə üzərinə çərək yağı çəkirik və qatıqla süfrəyə qoyuruq. Gəlin hazırlanma texnologiyasına baxaq müəllimlər. Xəmir üçün ləyənə un ələnib, duz tökülür. Unu əliyirik, duz tökürük. Çox da bərk olmayan xəmirin alınması üçün bir miqdar yağ əlavə edirik və otaq temperaturunda su əlavə etməklə tədricən yoğrulur. Üstünü dəsmalla örtüb 30 dəqiqə dincə qoyuruq. İçli üçün soğanı təmizləyirik, xırda doğrayırıq. Tavada, van modda yumşalana qədər qızardırıq. Göyərti təmizlənir, yuyulur, xırda doğranır, qızarmış soğanla qarışdırılır. Un səpilmiş hamar səthdə kündələrdən çox nazik yuxalar yayılır. Qurumasın deyə yayılmış yuxaların üzəri qalın dəsmalla örtülür. Yuxa boşqabın köməyi ilə bir neçə hissəyə ayrılır. Hər bir dairənin yarısına içlik qoyulur. Dairənin ikinci yarısı içliyin üstü ilə örtülür, kənarları əsaslı surətdə sıxılır. İçlik qutabın bütün həcmi boyu nazik qatla paylanır. Kənarları bağlanır.
Xəmirin artıq qalmış hissələri kəsilib götürülür. Qutabların hər iki tərəfi yaxşı qızdırılmış sacda və ya tavada 1,5 dəqiqə, 1 dəqiqə yarım bişirilir. Hazır qutab nimçəyə yığılır, dərhal əridilmiş çörək yağı ilə yağlanır. Süfrəyə necə verilir? İsti və ilıq halda. İsti və ilıq halda. Amma ət qutabı isə süfrəyə isti halda qatıqla verilirdi. Süfrəyə verdikdə üzərinə çörək yağı çəkilir. Süfrəyə isti və ilıq halda zövqə görə sumaq və qatıqla verilir. Bəli, hansı ki qutabın hazırlanma texnologiyası bu qədərdir. Rahatdır, sadədir. Ona görə çox da üzərində dayanmadım. Əziz müəllimlər, gəlin bunları şəkillərlə uyğunlaşdıraq. Deməli, birinci nədir? Xəmir üçün ləyənə un elədik, duz tökdük. Çox da bərk olmayan xəmirin alınması üçün bir miqdar yağ əlavə edib, otaq temperaturunda su əlavə etməklə tədricən yoğurduq. Üstünü də dəsmalla örtüb 30 dəqiqə dincə qoyduq. Gətirdik bura. Daha sonra içli üçün soğan təmizlədik və xırda doğradıq. Vam odda yumuşalana qədər bişirdik. Bəli, bunu da gətirdik bura. Göyərtini təmizlədik, yuduq, xırda doğradıq, qızarmış soğanla qarışdırdıq. Bəli, bax, bu da gəldi bura. Un səpilmiş hamar səthdə kündələrdən çox nazik yuxalar yaydıq. Qurumasın deyə yayılmış yuxaların üzəri qalın dəsmalla örtülür. Bunu da gətirəyim bura? Sonra deməli deyirəm axı bizim qaçan burada gözdən qaçan sözümüz var. Deməli, yuxa boşqabın köməyi ilə bir neçə hissələrə ayrılır. Boşqabın köməyi ilə. Ayırdıqmı hissələrə? Ayırdıq. Sonra hər bir dairənin yarısına içliyi qoyulur. Hər bir dairənin yarısına içliyi qoyduq. Dairənin ikinci yarısı ilə içliyin üstü örtülür. Kənarları əsaslı sürətdə sıxılır. İçli qutabın bütün həcmi boyu nazik qatla paylanır. Kənarları bağlanır. Xəmirin artıq qalmış hissələri kəsilib götürülür. Bəli, artıq qalmış hissələr kəsilib götürülür və qutabların hər iki tərəfi yaxşı qızardılmış sacda və ya tavada təxminən 1,5 dəqiqə bişirilir. Hazır qutab nimçəyə yığılır, dərhal əridilmiş çörək yağı ilə yağlanır. Bəs süfrəyə necə verdik müəllimlər? Süfrəyə isti və ya ilıq halda verdik. Yanında nə var idi? Qatıq var idi. Zövqə görə sumaq da vurmuş ola bilərik. Gəlin təhlükəsizlik qaydasına baxaq müəllimlər. Təhlükəsizlik texnikası və sanitariya qaydaları. Əti soyuducuda saxlamaq lazımdır. Əti hazırlamaq, göyərti və tərəvəzlər doğramaq üçün altılıq taxtalar seçilməlidir. Ət və göyərtini doğramaq üçün eyni taxtadan istifadə etməyin. Bəli, ət və göyərtini doğramaq üçün eyni taxtadan istifadə etmirik. Hazır xörəyi uzun müddət saxlamaq məsləhət görülmür. Belə ki, ondan çoxlu xəstəlik törədən mikroblar yaranır. Qablar, avadanlıq və mətbəx həmişə təmiz olmalıdır. Ərzaqlar ət maşınının içinə dəstəkçiklə itələnməlidir. Hansı ki, şnekli vala ət maşının içinə hansı ki dəstəkçi ilə itəliyirik. Qızdırıcı cihazların nəzarətsiz saxlanılması yanğına səbəb ola bilər. Elektrik filtrəsinin spiralı qızdırıcı elementin kənarına çıxmamalı və qablara toxunmamalıdır. Elektrik cihazlarının şnurlarında üstü açıq naqillər olmamalıdır. Elektrik açarları və elektrik çəngəlləri üçün rozetlər saz vəziyyətdə olmalıdır. Rozetkalar saz vəziyyətdə olmalıdır. Elektrik filtrəsini quru əllərlə şnurdan deyil, çəngəlin
özündən, bax, elektrik səngəlindən tutaraq dövrəyə qoşmaq lazımdır. Bu da bizim təhlükəsizlik texnikaları və sanitariya qaydaları. Bəli, müəllimlər, demək olar ki, 9-cu sinifi təməlli bitirmiş olduq. Hər birinizə imtahanda uğurlar. Allah hər birinizə zehin açıqlığı versin. Uğurlarınızı inşallah ki, gözləyirəm.